Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bugün sizin üçün istədim ki, Drive proqramı haqqında, Drive nədir, onun haqqında məlumat verim və göstərim ki, bir məsləhətçinizin, yəni VIP məsləhətçi olan bir məsləhətçinizin necə Drive-ını aktivləşdirə bilərsiniz? Bu haqda video hazırlamaq istədim. Yəni mənim videolarım bilirsiniz ki, video təlimdir, təlim xarakterli olan bir videolardır. Buna görə də ilk öncə biz burada bilirsiniz ki, Google-a daxil olanda axtarış bölümündən faberlik.com şəxsi kabinetimizə daxil oluruq və burada açılan səhifədən liçin kabinet, yəni şəxsi kabinetimizə daxil olaq. Sonra sizə ətraflı izah edəcəm. Əgər biz VIP məsləhətçimizin, VIP nə deməkdir? Bilirsiniz ki, 100 balla ardıcıl olaraq, davamlı olaraq hər kataloq dövründə 100 balını tamamlayan məsləhətçi VIP məsləhətçi sayılır ki, hansı ki, burada biz daxil oluruq, burada adam işarəsinin üzərinə vuranda bu xanımın, deyək ki, bu məsləhətçinin sizin bu məsləhətçimizin VIP olduğu üçün Drive-ını aktivləşdirək. Gəlin görək necə aktivləşdirə bilərik. Burada şəxsi kabinetə daxil oluruq və onu da qeyd edim ki, kimlər əgər xüsusi kömək istəsə, mənə şəxsidə də yaza bilərlər. Burada şəxsi kabinet sözünə daxil oluruq. Açılan səhifədən artıq özünüz gördüyünüz kimi burada aşağıda böyük hərflərlə D Faberlik, yəni Drive Faberlik yazılıbdır. Burada gördüyünüz kimi məsləhətçimiz, yəni 100 balla getdiyinə görə 20% yox, 26% endirimlə məhsulları əldə edir. Yəni bu tək 100 balla getdiyinə görə yox, ümumiyyətlə yəni 50 balımızı tamamladıqda zaten biz 26% əldə etmiş oluruq. İndi isə keçək məsləhətçimizə, yəni öncədən Drive-ı aktivləşdirmədən öncə bu Drive nədir? Onun haqqında sizə məlumat vermək istəyirəm. Drive, Faberlikdə demək Drive sadəcə bonus deyil. Əsasən, yəni VIP konsultantlar üçün motivasiya, reyting və mükafat proqramıdır ki, hansı ki, orada mükafatlar da olur, endirimlər də olur. Bir də Drive nədir? Drive sözü, yəni biz burada işlədikcə, yəni bizim fəaliyyətimizi göstərən bir proqramdır ki, nə qədər işləyiriksə onun mükafatını alırıq. Burada Drive sözü sürücü deməkdir. Yəni nə qədər irəli gediriksə, nə qədər öz komandamızı böyüdürük. Yəni bütün bunların mükafatını bu Drive-da şirkət bizə geri qaytarır. Reytinglər, səviyyələr, yəni hər biri. Biz demək 100 balımızı tamamladıqda artıq ilk dövrdən deyək, hansı ki, mən sizə izah etmişdim, 100 balla ardıcıl, 3 dəfə ardıcıl gedəndə şirkət bizə özü avtomatik məsləhətçi verdiyi kimi, amma burada 3 dəfə və yaxud da 4 dəfə belə bir şərt yoxdur. İlk dəfədən elə 100 balınızı tamam etdinizsə, Drive-ınızı aktivləşdirə bilərsiniz. Çünki Drive-da nədir? Yəni birinci əsas şərt 100 bal, öz şəxsi balınız, şəxsən özünüz 100 bal etməlisiniz və burada 100 bal, demək 1 bal bir Drive hesablanır. Yəni 1 bal bərabərdir 1 Drive-a ki, hansı ki 100 balımız da 100 Drive deməkdir. Baxın, biz demək 200 Drive əldə ediriksə, təbii ki bu mümkündür. Biz şəxsi balımızla, bunu komanda balı ilə nə qədər komandamızı böyüdürüksə, nə qədər çox demək məsləhətçilər, qeydiyyatlar, yəni hər biri bunlar üst-üstə yığılır və biz həm öz 100 balımızla qazanırıq. Yəni 1 Drive, bayaq dedim, 1 bal 1 Drive-a bərabərdir ki, hansı ki 100 bal etdikdə də 100 Drive deməkdir. Yəni bax bu cür üstünlükləri var. Və müəyyən bir vaxtdan sonra da artıq bu o şirkət tərəfindən mükafatlarla, endirimlərlə şirkət yəni bizə geri qayıdır, hansı ki bu etdiyimiz, yığdığımız bu Drive-lar. Burada nələr var? Drive platformasında demək müxtəlif aksiyalar var, layihələr var. Biz nə qədər ki aktiv olduğumuzu, yəni şirkət buradan bizə göstərir ki, biz nə qədər çalışırıq, həm komandalar yetişdiririk, həm liderlər yetişdirdiyimizə görə, həm balımızı tamamladığımıza görə və həm də faizə qalxdığımıza görə bütün bunlar hər biri Drive-da və Drive isə bir neçə aydan bir lotariya kimi oynanılır. Hansı ki nə qədər Drive-ımızdır? Bizim yığılan, yəni 100 Drive-ımız bir qızıl disk deməkdir ki, hansı ki onlarla da sizi tanış edəcəm. İndi gəlin daxil olaq, xanımın, məsləhətçinin Drive-ını aktivləşdirək. Necə edirik? Diqqətlə baxın. Burada görürsünüz məndə səhifədə, yəni rus dilində də, əgər Azərbaycan dilində istəsəniz, burada məndə tərcümə et sözü yazıldı. Tərcümə et sözünə də vura bilərsiniz ki, hansı ki Azərbaycan dilində olsun. Demək burada daxil oluruq. Yenə qeyd etdiyim kimi, yəni daxil olanda burada tərcümə et sözü var. Onu vursaz Azərbaycan dilinə çevriləcək səhifə. Burada isə öz 9 rəqəmli kodunuzu və açarınızı yazırsınız. Mən indi məsləhətçini, xanım məndən xahiş etdi ki, onun Drive-ını aktivləşdirim və buna görə də istədim ki, sizə ətraflı şəkildə izah edim ki, Drive nədir və mütləq bunu aktivləşdirin, mütləq Drive-dan yararlanın. Demək, dəyərli izləyicilər, gördüyünüz kimi xanımın kodunu yazdıq, açarı və 9 rəqəmli kodunu daxil edirik. Yəni siz özünüz də daxil edirsiniz və buradan daxil oluruq Drive-ımıza. Baxın, artıq
Buradan gələndə açıldı. Baxın, tərcümə edirsiniz. Tərcümə et sözünün üzərinə vurun ki, yəni burada nələr var onu biləsiniz. Buradan ölkəni seçirik. Yəni yer seçmək lazımdır ki, hansı ki Azərbaycandır və bura avtomatik olaraq özü seçilir. Burada yadda saxla düyməsini vurduq. Bu qədər. Artıq sizin, yenə tərcümə sözünü vururam ki, yəni burada rahat oxuya biləsiniz. Burada artıq istəsəniz profil şəkli də qoya bilərsiniz. Yəni hər bir Gəlirik bura. Baxın, indi hal-hazırda, yəni məsləhətçinin drive-ını yeni aktivləşdirdiyim üçün burada görürsüz sürücü deməkdir, yəni drive deməkdir. D yazıb 0-dır. Hələ ki heç bir drive toplamayıb, amma məsləhətçi artıq 100 balını tamamladıqda burada 100 drive olacaq və əgər o yeni məsləhətçi gətirsə, burada da yenə drive-ın sayı artır. Komandasını böyütdükcə, nə bilim, yəni bütün aksiyalarda, bütün nə qədər ki fəal çalışırsa, burada drive-la yəni onun fəallığı göstərilir. Burada isə baxmaq, yəni indi hal-hazırda vursam burada görünməyəcək qızıl sürücü. Yenə deyirəm, 100 dənə drive bir qızıl disk deməkdir ki, burada isə görəcəksiniz qəpiyə oxşayan kimi, yəni qızıl disk görəcəksiniz burada. Hansı ki, nə qədər çox qızıl diskləriniz olsa, yığılır və onlar artıq lotariyada iştirak edir. Siz lotariyada iştirak edəndə, hansı ki o dövrdən artıq xəbəriniz olacaq ki, bir neçə katalogdan bir drive oynayır və orada sizin bu kodunuz, hansı ki burada gələn diskin kodu olacaqdır ki, o loteriya kimi iştirak edib, əgər orada adınız çıxırsa, nə gözəl, orada möhtəşəm hədiyyələr olur, möhtəşəm mükafatlar olur ki, onları qazana bilirsiniz və plus da siz bilirsiniz ki, aksiyalar bölümündə hansı ki endirimlərdən yararlanırıq, eynən aksiyalar bölümünə də daxil olanda orada mütləq drive-ın endirimləri varsa, ora düşür, yəni drive-ın endirimlərindən də yararlanacaqsınız. Bu qədər, yəni əgər nəyisə bilməsəz, mənə şəxsidə yaza bilərsiniz. Hansı ki, şəxsidə əlaqə saxlayın, düzdür, öz komandam üçün ödənişsizdir, amma digər komandalar üçün ödənişlidir. Yəni şəxsidə yaza bilərsiniz, köməklik edə bilərəm. Hər birinizə uğurlu alış-verişlər.